Ermənistan Azərbaycanlıların öz dədə baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir. Bu fikirlər Prezident İlham Əliyevin qanunun aliliyinin gücləndirilməsi, ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu mövzusunda ombudsmanların beynəlxalq simpoziumunun iştirakçılarına müraciətində yer alıb. Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvəllərindən başlayaraq Qərbi Azərbaycandan Ermənistan ərazisindən 100 minlərlə Azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır. Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə Azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi, mədəni, dini, mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir deyə müraciətdə bildirilib.